Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tələbələr üçün vahid sağlamlıq mentorluq proqramına müraciətlərin qəbulunu elan edir. Əgər siz qida təhlükəsizliyi, bitki sağlamlığı, heyvan sağlamlığı və ya ictimai sağlamlıq sahəsində təhsil alırsınızsa, bu proqram sizə bilik və bacarıqlarınızı inkişaf etdirmək, ölkənin aparıcı mütəxəssislərindən öyrənmək və gələcək karyeranız üçün yeni imkanlar qazanmaq şansı yaradacaq. 12 həftə davam edəcək proqram çərçivəsində iştirakçılar institutun rəhbər heyəti və aparıcı ekspertlərlə mentorluq görüşlərində iştirak edəcək, aktual mövzular üzrə biliklərini inkişaf etdirəcək, praktiki təcrübə və tövsiyələr qazanacaq. Həmçinin peşəkar əlaqələrini genişləndirəcəklər. Proqrama müraciətlər 25 avqust tarixinə qədər qeyd olunan elektron ünvanda qəbul olunur. Əgər siz də vahid sağlamlıq yanaşması üzrə inkişaf etmək və gələcəyin peşəkarları sırasında yer almaq istəyirsinizsə, elə indi müraciət edin.